Değerli izleyiciler, hamınızı salamlayırıq, kanalımıza xoş gəlmisiniz. Qış üçün gavalını marinada qoyacağıq və bunu sizinlə də paylaşmaq, bölüşmək istədik. Həm də bir izləyicimiz də gavalının marinada qoyulmasını bizdən xahiş etmişdi. Onun da istəyini nəzərə alıb, bugün onu hazırlayırıq. Bunun üçün bizə gaval lazımdır. Müxtəlif gaval sortlarından hazırlamaq olar. Mən bütün gaval sortlarından hazırlayıram. O şərtlə ki, meyvə bərk olsun. Bərk meyvələrdən istifadə etmək lazımdır. Bunu armudla da, alma ilə də eləmək olar, göyəmlə də hazırlamaq olar. Yəni eyni reseptlə bu meyvələrlə də eləmək olar. Bunun üçün meyvəni əvvəlcə təmiz yuyuruq. Axar suyun altında saplaq hissələri bir qədər dərin olduğundan həmin hissələrdə toz, çirk yığıla bilər. Həmin hissələri fırça ilə yumağınızı məsləhət görürəm. Təmiz yuyulmalıdır ki, atmasın sonradan. Və istifadə edəcəyimiz bankaları 10-15 dəqiqə müddətinə buxarda sterilizə edirik. Və marinad üçün istifadə edəcəyimiz digər ədviyyatlar. Burada ətirli istiotdan istifadə edirəm. Hər bankaya, mən kiloluq bankada eləyirəm. Hər bankaya 5 ədəd ətirli istiot, 5 ədəd qarı istiot. Yeri gəlmişkən bir izləyicimiz bizdən xahiş eləmişdi ki, ətirli istiotun qablaşdırılmasını göstərik. Baxın, mən belə bir qablaşdırmada alıram. Üstünə yazılıb ki, 5 növ istiotun qarışığıdır bu. Bunun içərisində, yəni 5 növ qırmızı istiotdur, ağ istiotdur, ətirli istiot. Baxın, daha iriləri, baxın, bunlar ətirli istiotdur. Burada ağ istiot da var, qırmızı istiot da var, yaşıl istiot da var, qarı istiot da var. Yəni 5 növ istiot. Amma mən bunu marketdən almışam. Lakin tək qablaşdırmada ancaq ətirli istiot da olur. Onu Vağzal 28-də Vağzal tərəfdə mağazin var, dükan var, oradan almışam. Sırf ədviyyat satılan yerlərdən soruşa bilərsiniz. Burada dəfnə yarpağıdır. Mən çubuq darçından istifadə edirəm. Onu parçalamışam bir neçə yerə. Əgər sizdə çubuq yoxdursa, üyüdülmüşündən də istifadə edə bilərsiniz. Və yaxud da əgər o da yoxdursa, darçının dadını sevmirsinizsə, heç əlavə eləməyin. Mixək də hər kiloluq bankaya 5 ədəd atacağım. Şəkər tozu və sirkə, üzüm sirkəsi. İndi işə başlayırıq. Meyvələri bankalara doldururuq. Çalışırıq ki, sıx dolduraq. Bankanı silkələyib, açılan yerlərə yenidən meyvə doldururuq. Qırmızı gavalları bir bankaya doldurduq. İndi digər bankaya, mən 2 banka eləyirəm. Digər bankaya yaşıl gaval. Bu yadınıza gəlsə, baxmısınızsa, mən bu gavaldan ancaq bir qədər yetişmişindən mürəbbə hazırlamışdım. Yaşıl gaval mürəbbəsi. Bu da həmin sortdandır, ancaq bir qədər bərkdir. Onu da sıx şəkildə bankaya doldururam. Və bankaları meyvə ilə doldurandan sonra biz marinad hazırlayırıq. Marinad üçün 200 qram hər bankaya 2 stəkan, 200 qramlıq stəkanla su götürürük və bir qazancağın içərisinə tökürük. Baxın, biraz stəkanın başı əskik. Deməli, ümumi 4 stəkan. 2 kiloluq banka ilə elədiyimizə görə hər bankaya 2 stəkan, ümumi 4 stəkan. Bunu bir qədər yarım götürürük ki, biz onun üzərinə sirkə də əlavə edəcəyik ona görə. Həmin hissəni sirkə ilə doldururuq. Dörd xörək qaşığı sirkə və 2 xörək qaşığı da
hər bankaya 2 xörək qaşığı, ümumi 4 xörək qaşığı şəkər tozu əlavə edirik. Və ədviyyatlardan dediyim kimi hər bankaya 5 ədəd ətirli istiot, 5 ədəd qara istiot, ümumi 10 ədəd götürürəm hərəsindən, ətirli və qara istiotdan. Həmin qarışığın içərisinə əlavə edirəm və hərəsinə, hər balonuna 1 ədəd dəfnə yarpağı və biraz da darçın əlavə edirəm, yəni zövqə görə. Və mixək. Hərəsinə 5 ədəd, ümumi 10 ədəd də mixək. Yəni, bunlar sizin zövqünüzə bağlıdır. Zövqə görə əlavə edə bilərsiniz. Qarışdırıram və marinadı ocağın üzərinə qoyuruq. 1-2 burun qaynadırıq. Yəni, bunu ona görə qaynadırıq ki, ədviyyatların bir qədər su isinsin. Ədviyyatların dadı suya çıxsın. Baxın, gördüyünüz kimi marinad suyumuz hazırdır. Qaynara düşüb. 1-2 burum qaynadırıq. 1-2 dəqiqə. Çox buxarlanmasın. Biraz qaynadırıq ki, dadları suya çıxsın. Bir iri bir qazanı da qoymuşuq ocağın üzərinə. İçərisinə su tökmüşük ki, su qaynasın. Bunun içərisinə bankaları sterilize edəcəyik. İndi bir kənara qoymuşuq həmin marinad suyunu. Ədviyyatları, yəni içərisində olan ədviyyatları, dəfnə yarpağını götürüb hər bankaya tökürük. Hərəsinə 5 ədəd mixəyini, 5 ədəd ətirli istiot, 5 ədəd qara istiot, darçın çubuqlarını və dəfnə yarpaqlarını tökürük birinci. Ədviyyatları bankalar arasında bərabər paylayandan sonra yerdə qalan suyu da bankalar arasında bərabər paylayırıq. Və bankalarda bir qədər tam dolmur. Həmin hissəni qaynar su ilə doldururuq. Yəni bankanın altına qədər su ilə doldururuq və qapaqlarını yüngül şəkildə üzərinə qoyuruq. Sterilize etmək üçün qoyduğumuz su da qaynayır. Qazanın içərisinə, suyun içərisinə bir parça salırıq ki, bankalar tərpənməsin, rahat sterilize olunsun. Və bankaları qazanın suyun içərisinə qoyuruq. Üzərinə bir ağırlıq da qoya bilərsiniz. Tam otursun qapaqlar. Gördüyünüz kimi mən üzərinə bir ağır dəmir qoydum. Su qaynardı, onu diqqətinizə çatdırın. Bu vəziyyətdə 10 dəqiqə sterilize edirik. Mən bayaqları sirkə əlavə etdim. Sirkənin neçə faizli olduğunu demədim. Bilirəm ki, soruşacaqsınız, maraqlanacaqsınız. 4-5 faizli üzüm sirkəsi əlavə etdim. 10 dəqiqədən sonra ağırlığı üzərindən götürürük, altını söndürürük və bankaları götürüb kənarda maşınla qapaqlarını möhkəm bağlayırıq.
qapaqla da bağlaya bilərsiniz, amma o şərtlə ki, möhkəm bağlasın, hava çəkməsin. Hava çəksə xarab olacaq. Baxın, bu şəkildə qapağını möhkəm bağlayırıq. Sonra çıxarırıq. Bankanı tərs çevirib soyuduruq. Soyandan sonra düzəldib həyat dolabına yerləşdirəcəyəm. Digərini də eyni qaydada bağlayırıq. Digər bankanı da bağladım. Əmin oluram ki, yaxşı bağlamışam. Evet, maşını çıxarıb qoyuram. Bu bankanı da tərs çevirirəm. Dediyim kimi soyana qədər bu vəziyyətdə qalır. Soyandan sonra düzəldib həyat dolabına yerləşdir. Bu qədər. Bu da bizim mətbəxdə hazırlanan marinada qoyulmuş gavalı idi. Bəyəndinizsə siz də təkrarlayın. İnanırıq ki, sizin də ailəniz, özünüz, uşaqlarınız çox sevəcəklər. Qışda ət xörəklərinin yanında, sürədə yağlı xörəklərin yanına çox gözəl yaraşır. Əgər bəyəndinizsə bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də qışa tədarük görün. Nuş olsun.